Təbrik edirəm. Çox sağ olun, təşəkkür. Siz burada müəllim olmuşsunuz. Bəli, təyinatımla ilk dəfə bura müəllim gəlmişəm, 90-cı ildə. Özünüz buralısınız? Yox, mən rayonun özündənəm. Bura müəllimə gəldim. Burada müəllim kimi işləmişəm. Müəllim işləmişəm. İndi də təzədən burada inşallah pedaqoji fəaliyyəti davam etdirəcəyik. İndi məktəbdə yəqin ki, İnşallah. ya burada, ya da ki, Cabral şəhərində. Yox, belə burada kənddə. Burada kənddə. Burada davam edəcəyik inşallah. Bəli. Ailə şəkil çəkir. Gəlin. Siz harada yaşamışsınız işğal dövründə? İşğal dövründə buradan çıxdıq, getdik İmişlidə. Bir qalanın Bakıda. Bakıda hansı şəhər? Yataqxanada olmuşam. Özüm də Mərkəzi Seçki Komissiyasında işləmişəm. Bu il yaşa görə çıxmışam. Yataqxanada bu, yəni bu günlərə qədər çətin həyat. Yataqxanada 30 il yaşamaq. Neçə otağınız var? Bir dənə otaq. Bir otaq. İndi artıq... Bəli, bu günü yaşatdığınız üçün biz ona görə ürəkdən, səmimi qəlbdən sizə təşəkkür edirik. Artıq geniş otaqlarımız, mənzilimiz, həyatımız, torpağımız, vətənimiz çox sağ olun sizin sayənizdə. Hava, gözəl təbiət, əsası doğma vətən torpağı. Çox sağ olun. Təbrik edirəm. Çox sağ olun, təşəkkür edirəm. Təbrik edirəm. Sağ olun. Çox sağ olun. Əhmədov Əryar Teymuroğlu. Təbrik edirəm. Çox sağ olun.